Qarabağ tarixinin ən güclü hücumçusu Vaci Kadi. Yenə deyirəm, keçmişə görə çox sağ ol, indikəyə görə cavab ver. Kadi. Kadi Endlovu. Amma bu dəfə çox pis yerdən gəldi. Mən Kadidə davam eləyərəm. Endlovu niyə qəşəng günlər? Qəşəngdir, söz yox. Vallahi Mən də xatirimizdə qalıb. Amma yenə Kadini Kadi, seçək. Kadi, seyirbazımız. Kadi yoxsa Redon Xika? Kadi. 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 Cican- Ola bilər satmışıq indi yaxşı pul qazanıb komandamız amma Kadi, Kadidən davam. Kadi. Kadi yoxsa Reynaldo? Bax buradan Vallahi məncə bir ki, dayanma var. yox, mən elə başa düşürəm. 10 il bundan qabağa qədər baxanlar bilir ki, Reynaldodur. O heç nə yox, o həmin oyunda o bir nə epizodu var, dizləri ilə aparır. O istedad. Reynaldo. Reynaldo. Reynaldo yoxsa Nərman? Aman xodcalı. Çox çətin bu fikir. Reynaldo. Reynaldo yoxsa Mahir Əmrəli? Milli dəyərlərimizi qoruyaq və sevək. Hal-hazırda yaxşı çıxış eləyir, amma məncə Qarabağdan söhbət gedirsə Kadi Borges. Reynaldo daha doğrusu. Mən Kadidə qalmışam, eyb yox. Reynaldo. Reynaldo yoxsa Ovusu? Klopan Ovusu. Yox, Reynaldo. Mən bir qarşılaşma gözləyirəm burada Reynaldonun qabağına. Məncə orada dayanacağıq. Mən dayanmayacağam orada. Səni əvəz eləmir adam. Reynaldo yoxsa Zubir? Bu da maraqlıdır. Bax, kapitanı satmaq olmaz. Özdə gəmini satmayan kapitan da. Çox işlər görüb. Məncə burada Reynaldodan biz qaçına bilərik. Reynaldo çox sağ ol deyib, amma Zubirə Zubir. xoş gəldin deyirik. Xoş gəldin deyirik. Və nəhayət ki sonda Zubir yoxsa Juninho? Mən Mən Zubir bu deyirəm. Reynaldo ilə Juninho'nun qarşılaşmasını gözləyirəm. Mən də açıqca. Zubirlə Juninho Qarabağın ən güclü hücumçusu, mərkəz hücumçusu olaraq Juninho, amma belə ümumi hücum oturanda, götürəndə məncə elə Abdullah Zubir. Elə məncə də elə Abdullah Zubir. Son qərarımız Abdullah Zubir. Bizimlə qalanlar bizə xoş olur həmişə. Əlbəttə.